Mən Kənan İsmailov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvüyəm. Bakı şəhəri Arbitrum Vəkil Bürosunda vəkil fəaliyyətindən məşğulam. Bu müsahibəni yeni saat üçün verməkdəyik. Mövzumuz günün aktuallığına uyğun olaraq tərəfimdən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının elmi-praktiki jurnalında çap olunmuş Azərbaycan Respublikasının cinayət prosessual hüquqda tərəflərin çəkişməsi və bərabərliyin təmini ilə bağlı element kimi müdafiə aktı anlayışının gətirilməsi ilə bağlı olmuşdur. Əslində, bu məsələnin aktuallığı təcrübədən irəli gəlir. Belə ki, təcrübədə kifayət qədər qarşılaşdığımız epizodlarda bu aktın zəruriliyi məsələsi ortaya çıxır. Biz məqalədə də əsaslandırmağa çalışmışıq ki, istənilən cinayət işi üzrə tərəflərin sübutları öz mövqelərini təqdim etməkləri üçün bərabər şərtlərlə əsaslar olmalıdır. Hesab edirik ki, ittiham aktı bu ittiham tərəfi üçün bunu təmin edir, ancaq müdafiə aktı olmadığı üçün və yaxud da müdafiə aktı bizim məqalədə müəyyən etdiyimiz addır. Bu istənilən belə deyək də sənəd formasında ola bilər. Məqsədimiz odur ki, strukturlaşdırılmış bir sənədin cinayət prosessual hüquqda, cinayət prosessual məcəlləsində əks olunmasıdır. Niyə görə bu? Mən Amerika Birləşmiş Ştatlarında magistratura təhsil alan zaman götürdüyüm fənlərdən biri də cinayət prosesi idi Amerikanın və bu sənədlə orada biz tanış olduq. Düzdür, mən orada tanış olana qədər ümumi hüquqda belə bir yanaşmanın olduğundan məlumatsız idim. Ancaq bir ideya olaraq bizim praktiki tərəfdən irəli gələn təcrübələrimizdən irəli gəldi. Daha sonra bunu araşdıran zaman bu təcrübələrin İngiltərədə, o cümlədən Şotlandiyada və Amerika Birləşmiş Ştatlarında tətbiqini gördük. Mən bu fikirləri bölüşdüm Anar müəllimlə ki, Anar müəllim belə deyək də, hal-hazırda Amerikada belə bir məsələ ilə qarşılaşmışam. Bu çox maraqlıdır. Təcrübədə bizim də vəkil kimi həmişə səsləndirdiyimiz məsələləri burada öz əksini tapa bilər. Ondan sonra Anar müəllim dedi ki, onda bu araşdırmalarını genişləndir, bir məqalə formasına salmağa çalış və ondan sonra bizlə bölüşərsən. Mənim üçün çox xoş oldu ki, bu məqalə Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi və suverenlik ilində çap olunmaq qismət oldu və məqalənin belə ruhlanmasında Anar müəllimin böyük dəstəyi olmuşdur. Məqalədə yazdığım məsələlər əslində cinayət prosesində müdafiə tərəfinin öz mövqeyini göstərmək üçün lazım olan sənədin hazırlanmasıdır. Yəni, müdafiə tərəfi olaraq biz praktikada, təcrübədə kifayət qədər öz mövqeyimizi əks etdirmək üçün imkanların olmazlığından əziyyət çəkmişik. Yəni, istər ibtidai istintaq zamanı məhkəmə nəzarətinin imkanlarının məhdudluğu, istər məhkəmə istintaqından öncə məhkəmənin diqqətinə çatdırmaq istədiyimiz müəyyən məsələlər var. Keçə bilərik ki, həmin o məqam məsələlər, həmin hallar məhkəmənin ilk başından, hansı ki, hakim həmin işlə tanış olan məqamda olmalıdır. Çünki hakim ilk formada cinayət işi ilə tanış olan zaman ancaq ittiham tərəfinin sənədi ilə tanış olmaq imkanı var. Çünki reallıq var. Bir hakimin bir neçə cilddən artıq olan cinayət işində hakim ilkin informasiya almaq üçün o sənədə baxır. Bu nədir? Bu ittiham aktıdır. İttiham aktında da ancaq və ancaq ittiham tərəfinin şəxsə elan etdiyi ittihamı təsdiq edən sübutlar və o sübutlara münasibət öz əksini tapır. Ona görə bu məsələ bizim üçün çox aktualdır, müdafiə tərəfi olaraq aktualdır və bu məsələnin tətbiqi mənim məqaləmdə öz əksini tapıbdır. Sizi inandırım ki, təcrübədə bu məsələnin tətbiqi mən inandırıram ki, hakimlərin, çünki cinayət prosessual məcəllərin tələbinə əsasən hakimlər daxili inamlarını da nəzərə alaraq qərar qəbul edirlər. Artıq biz hakim baxdığı sübutda, ifadələrdə şəxsin təqsirliliyinə yönələn ifadələri, halları gördükdən sonra onun daxili inamına müəyyən bu və ya digər formada hər hansı bir faiz nisbətindən biz götürsək, o təsir var. Biz bunu ola bilər təcrübə olaraq qəbul etmərik ki, yox, hakim qanunun tələbini də nəzərə alaraq qərar qəbul edir, ola bilməz bu hal. Ancaq mən düşünürəm ki, bu halların olmamasından heç kim nə müdafiə olunmur, heç kim də buna zəmanət verə bilməz. Ona görə düşünürəm ki, bu çox vacib məsələdir. Mən o məqalədə
istər İngiltərədə, Şotlandiyada, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da bu halın olmasına göstərən məqamları qeyd etmişəm ki, bu halın olması niyə vacibdir? İngiltərədə 2001-ci ildə islahatların keçirilməsi zamanı komissiya təşkil olunur. Bu komissiyanın rəhbəri deyir ki, bu akt sadəcə bəyan xarakterli bir akt deyil. Bu mütləq şəkildə olmalı olan bir sənəddir ki, bu öz əksini tapmalıdır qanunvericilikdə və bu sənədlərin hər bir təkmilləşərək tətbiq olunur. Hal-hazırda da tətbiq olunur. Düşünürəm ki, bu bizim qanunvericilikdə yeni bir sənəd olması və yaxud da gələcək tətbiq edilməsi, qəbul edilməsi bizim ancaq və ancaq qanunvericiliyimizin müsbət yöndə inkişafına, ədalət mühakiməsinin artmasına kömək eləyər. Problemlər məsələsini biz təcrübədə tətbiq etmədən bunu demək çətin olar. İlk öncə hesab edirəm ki, bu nəyə xidmət eləyər? Mən icazənizlə bunu deyim. Bu vəkilliyin müdafiə tərəfinin nüfuzunu yüksəldər. Çünki bu gün bizim tərtib etdiyimiz istər ibtidai istintaq zamanı, istər məhkəmə istintaqı zamanı sənədlərin heç birinin vahid forması və məzmunu qanunla müəyyənləşdirilməyib. Bizim tərtib etdiyimiz sənədlərin hər birinin bu və ya digər formada adı var. O artıq biz sənəd olaraq həmin sənədləri tərtib edən zaman hər bir şəxs individual və işin vəkilin belə deyək də özünün etdiyi, müdafiəsini qura bildiyi formada qurur. Hesab edirəm bu sənədin olması bu baxımdan çox əlamətdar olar. Təcrübədə nə çətinliklər yaradar? Hesab edirəm çətinlik yox, olmayan bir institutun tətbiqində çətinlik olar. Yəni yekunda Azərbaycan Respublikasında fəaliyyət göstərən vəkillər hər biri 3 mərhələli bir təlim prosesindən, seçim prosesindən keçirir. Kifayət qədər hal-hazırda Anar müəllimi də kollegiya sədri olduqdan sonra vəkilliyə qəbul davamlı şəkildə həyata keçirilir və bu gün içi mən daxil olmaqla kifayət qədər hüquq mühafizə orqanlarında insanlar imtina eləyir, vəkilliyə gəlir. Cavan və insanlar vəkillik sahəsində alışırlar. Mən hesab edirəm bu çətinlik yox, daha çox insanlara yeni institutun tətbiqi çətinliklərini yaradır. Qaldı orada çətinlik ola biləcək bir şey yoxdur. Çünki vəkil hər bir halda cinayət prosesində bütün prosesləri belə deyək də yaxşı mənada öz gündəliyində, öz praktiki fəaliyyətində, təcrübi fəaliyyətində həyata keçirir və bunun özü üçün bir çıxışını hazırlayır. Sadəcə bunu sistemləşdirilmiş şəkildə tətbiq etmək məsələsi ola bilər. Hansı ki, bu da hesab edirəm ki, çox qısa müddətdə aradan qalxa bilər. Bu ola bilər insanlar fərqli yanaşarlar, məcburi olmasının vəkilə tətbiqi niyə olsun. Amma mən düşünürəm ki, bu məcburiyyət yekunda peşənin yüksəlməsinə, peşənin nüfuzunun qalxmasına xidmət eləyəcək. Mən həmişə memarların fəaliyyətinə çox qibtə eləyirəm ki, onların əl işləri yekunda bütün hamı tərəfindən görülə bilən bir nəticəsi ilə olur. Tutaq ki, bugün bizim hüquqşünas kimi, vəkil kimi fəaliyyətimiz ən yaxşı halda bizim cinayət işləri hökmlər 75 il qalır. 75 ildən sonra bunlar belə deyək də ortada görsənmir. Yekunda bizim fəaliyyətimizin tətbiqini göstərən bir sənəd olacaq. Məsəl üçün siz yəqin özünüz də baxmısınız. Təxminə və Zaurda bir epizod var. Moskvada olanda danışırlar. Belə bir epizod var ki, canlı yayımdır. Oldu. Ondan sonra mənim əməyim görsənmir ortalıqda. İstəyərdim film çəkim və yaxud da bir sənədli film çəkim. Belə bir epizod var. Yəqin siz də xatırlayarsınız onu. Mən hesab edirəm ki, bu vəkilin fəaliyyətini göstərən bir sənəd olacaqdır. Ona görə bu gün o praktiki çətinliklər ancaq və ancaq müvəqqəti ola bilər. Bu məsələnin təcrübi tərəfi bizim insanlardan asılıdır. Çünki bu məsələlərdə insanlar şəxsi və ailə həyatının sirlərinin pozulduğu hallarda demək olar ki, çox zaman sona qədər bu məsələnin üzərinə getmirlər. Bizim qanunvericilikdə Cinayət Məcəlləsinin 156-cı maddəsində bu formula edilibdir. Şəxsi və ailə həyatının sirrinin pozulması, həmin sənədlərin, video, foto çəkilişlərin yayılması, qanunsuz toplanması, hətta satılması. Yəni orada bu fəaliyyətin istənilən formasının kriminallaşdırılması həyata keçirilib. Ancaq bizim insanlar bununla bağlı öz sirlərinin yayılmasının qarşılığında öz hüquqlarının bərpasında maraqlı olduqları hallar çox az olur.
Yəni insanlar o hal. Bəzən o təcrübədən irəli gələr, çətinliklərdən irəli gəlir. Çünki insanlar həmin yayılmanın ilkin olaraq hardan olmasını bilmirlər. O yayılma kifayət qədər miqyası böyük olur deyə onunla necə belə deyək də mübarizə aparacaqlarını bilmirlər. Bu çətinliklərdən irəli gələr olur. Amma bizim qanunvericilikdə bu cinayət məcəlləsində var və sanksiya ilə cəzalandırılmış bir cinayətdir. Hətta 2025-ci ilin 14 aprelində dəyişiklik oldu. Artıq belə deyək, bizim gündəlik fəaliyyətimizdə gördüyümüz avadanlıqlarla, hansı ki, dron avadanlıqlarla çəkilişlərin aparılmaq bu yolla da əldə olunması belə artıq kriminallaşdırıldı, cinayət məcəlləsinə daxil olunubdur. Hesab edirəm bu daha çox təcrübi bir məsələlərdir, bunların tətbiqi. Çünki bunlar tətbiq olunduqca insanların məlumatı olur, məlumatı olduqca bunun tətbiqi praktikasında məlumatlar olur və bunlar insanlar bu hüquqlarının qorunmasına daha çox maraqlı olurlar. İndiki 21-ci əsrdə bizim hər birimizin hüquqlarımızı öyrənmək üçün qanunlara əl çatımlığı kifayət qədər çoxdur. Çünki bu gün ölkədə e-Qanun Az adlı bir resurs var. E-Qanun Az, AI adlı bir resurs var. Artıq İnsanlar kifayət qədər məlumatlı olmaq üçün bunların imkanı var və mən düşünürəm insanlar hüquqlarına laqeyd qalmamalıdırlar və o hüquqlarını öyrənməklə bağlı müəyyən əziyyət çəkilməlidir. Yəni o hüquqların öyrənilməsi mi, o hüquqların əldə olunması ilə mı kifayət qədər mütaliə etməlidirlər. Mən hesab edirəm ki, bu mütaliə olduğu müddətcə bizim insanlar, bizim cəmiyyətdə yaşayan Azərbaycanlılar, sizin dinləyicilər bununla bağlı məsələlərdə daha az hüquqlarının pozulmasına məruz qalarlar.